Bilirsiniz, müasir iş dünyası elə bil heç vaxt dayanmır, ha? Hər yerdə ixtisarlar, yeni texnologiyalar, bir sözlə qeyri-müəyyənlik hökm sürür. Və bu fırtınalı mühitdə təbii ki, liderlərdən gözləntilər də bambaşqa olur. Elə bugün biz uğurlu liderliyin ən vacib, amma nədənsə çox vaxt gözdən qaçan bir tərəfindən danışacağıq. Bax, bu mənzərə bugünkü reallığı o qədər aydın göstərir ki, gərginlik, xaos, daimi təzyiq. Təsəvvür edin, bu vəziyyət təkcə işçilər üçün yox, eyni zamanda o dəyişiklik gəmisini idarə etməyə çalışan kapitanlar, yəni liderlər üçün də əsl sınaqdır. Çox çətindir, deyilmi? Yaxşı, bəs onda əsas sual nədir? Köhnə qaydalar artıq işləmirsə, bu yeni düzəndə liderliyin uğur formulu nədir? Sizə əmin edirəm, cavab düşündüyünüzdən həm daha sadə, həm də qat-qat güclüdür. Adətən biz liderlərə baxanda nə düşünürük? Texniki bilikləri, strateji düşüncəsi, təcrübəsi, yəni belə şeylər. Amma bilirsiniz, araşdırmalar göstərir ki, ən yaxşıları, o həqiqətən fərq yaratanları digərlərindən ayıran əsas məsələ heç də CV-də yazılanlar deyil, tamamilə başqa bir şeydir. Gəlin məsələni daha dəqiq qoyaq. Söhbət sadəcə hədəflərə çatan birindən getmir, yox. Söhbət o liderlərdən gedir ki, ən çətin anlarda belə komandasına güvən verir, ilham verir, onları bir yumruq kimi birləşdirə bilir. Bəs onların sirri nədədir? Və budur, açar rəqəm 85%. Dayanın biraz. Bu rəqəmə diqqətlə baxın. Bu sadəcə bir statistika deyil əsla. Bu, müasir liderlikdə demək olar ki, hər şeyin cavabıdır. Bəs nədir bu 85%? Cavab Daniel Goleman'ın məşhur araşdırmasından gəlir. Deyir ki, yüksək vəzifələrdə sizin texniki bacarıqlarınız, IQ-nuz, bunlar sadəcə oyuna giriş biletinizdir. Yəni, sizi sadəcə masaya oturudur. Amma sizi oyunda saxlayan, sizi qalib edəni isə, bax o 85%lik payla emosional zəkadır. Və bu fərq, xüsusilə də təşkilatın o qarmaqarışıq böhran və dəyişiklik dövrlərindən keçdiyi anlarda sanki bir projektorla işıqlandırılır, o qədər aydın görünür. Yaxşı, əgər bu qədər vacib bir şeydirsə, gəlin görək, nədir bu emosional zəka? Hər kəs danışır EQ deyir, amma əslində nə deməkdir bu? Əslində, tərif çox sadədir. Bu, həm özünüzün, həm də başqalarının nə hiss etdiyini anlamaq bacarığıdır. Amma iş bununla bitmir. Əsas məsələ o anlayışdan istifadə edərək emosiyalarınızı və münasibətlərinizi effektiv idarə etməkdir. Yəni, hissləriniz bir kompas kimidir. Bu kompasla həm daha ağıllı qərarlar verə bilərsiniz, həm daha möhkəm bağları qura bilərsiniz, həm də təzyiq altında soyuqqanlı qala bilərsiniz. Bir sözlə, həm öz daxili dünyanızın, həm də ətrafınızla olan münasibətlərinizin sükanı sizin əlinizdə olur. Emosional zəkanı bir binaya bənzətsək, onun 5 möhkəm sütunu var. Birincisi, özünü dərk. Yəni, mən indi nə hiss edirəm və bu mənə necə təsir edir? Sualına cavab vermək. İkincisi, emosiyaları idarə etmək. Yəni, ani reaksiya vermək əvəzinə bir anlıq dayanıb hisslərini kontrol etmək. Üçüncüsü, özünü motivasiya. Uğursuzluq olanda belə davam et deyə bilmək gücüdür bu. Dördüncüsü, münasibətlərin idarə edilməsi. Başqaları ilə sağlam, səmərəli əlaqələr qurmaq. Və sonuncusu, emosiya coachingi. Bu isə təkcə özünə yox, başqalarına da öz duyğularını anlamaqda kömək etmək, yol göstərmək deməkdir. İndi gəlin biraz yuxarıdan baxaq, miqyası böyüdək. Bu bacarıqlar təkcə bir fərd üçün deyil. Bəs necə olur ki, bu, fərdi səviyyədən çıxıb bütün bir təşkilatın uğur strategiyasına çevrilir? Cavab sadədir. Çünki emosional zəka fərdi bir üstünlük olmaqdan çıxıb, kollektiv bir gücə çevrilə bilir. Və hər şey təbii ki, liderdən başlayır. Əgər siz dəyişikliklərə dözümlü, çevik, innovativ bir təşkilat qurmaq istəyirsinizsə, ilk addım liderlərin emosional zəkasını gücləndirməkdir. Çünki onlar bütün o sistemin, o binanın təməl daşlarıdır. Təməl nə qədər möhkəm olsa, binada o qədər dayanıqlı olar. Baxın, bunun üçün konkret bir yol xəritəsi də var. 4 sadə, amma çox vacib addım. Birincisi, hazırlıq, yəni vəziyyəti qiymətləndirib, kimlərlə işləyəcəyini müəyyən etmək. İkincisi, dəstək yaratmaq. Bunun faydalarını hamıya izah edib, içərdən bu işə inanan adamlar tapmaq. Üçüncüsü, təlim və inkişaf, konkret proqramlarla bu bacarıqları artırmaq. Və dördüncüsü, nəticəni qorumaq və qiymətləndirmək, yəni dəyişikliyi ölçmək və bu yeni yanaşmanı şirkət mədəniyyətinin bir parçasına çevirmək. Gördüyünüz kimi, bu sadəcə bir təlim keçməkdən qat-qat böyük bir işdir. Bu, bütün mədəniyyəti dəyişmək üçün strateji bir plandır. Yaxşı, bəs bütün bu zəhmətə dəyərmi?
Qətiyyən şübhəniz olmasın ki, dəyər. Çünki emosional zəkaya qoyulan sərmayə birbaşa rəqəmlərdə özünü göstərir. Nə deməkdir bu? Daha məhsuldar komandalar, daha güclü liderlər, istedadların şirkətdə qalması, işçilərin daha həvəsli olması və ən əsası, o dəyişiklik fırtınalarına qarşı Polad kimi möhkəm bir təşkilat deməkdir. Yəni, unutmayın, bu sadəcə olsa yaxşı olar deyilən bir şey deyil. Bu, biznes üçün kəskin, konkret bir alətdir. Bu söz məncə bütün mövzunu o qədər gözəl yekunlaşdırır ki, tam həll yolu deyir beyninizlə ürəyiniz birlikdə işləyəndə ortaya çıxır. Əslində bütün məsələ budur. İstər liderlikdə, istərsə də həyatın özündə əsl güc, əsl effektivlik məntiqlə emosiyanı bir araya gətirə bildiyimiz zaman yaranır. Biri olmadan o biri həmişə biraz yarımçıq qalır, elə deyilmi? Bütün bunlardan sonra indi söz sizdədir. Bəs siz bu güclü aləti, emosional zəkanı öz həyatınızda, karyeranızda necə istifadə etməyə başlayacaqsınız? Bir şeyi unutmayın ki, bu bir gecədə baş verən bir möcüzə deyil. Bu, hər gün atılan kiçik, amma davamlı addımlarla gedilən bir inkişaf yoludur. Səyahətinizdə uğurlar.